Herkese salam. Bugün Alman dilində kain və nicht arasındakı fərqə baxırıq. Aralarındakı fərq belədir ki, kain isimlərin qarşısında, nicht isə feillərin, sifətlərin, zərflərin və digər bütün cümlə üzvlərinin qarşısında istifadə olunur. İndi gəlin bir neçə nümunəyə baxaq. Əvvəlcə kaindən başlayaq. Deməli, ich habe kein Auto. Mənim maşınım yoxdur. Burada biz maşın sözünü inkar etdiyimizə görə, yəni ismi inkar etdiyimizə görə kaindən istifadə edirik. Daha başqa bir nümunəyə baxaq. Ich habe keine Zeit für Fernsehen. Mənim televizora baxmağa vaxtım yoxdur. Burada da vaxt sözünü inkar etdiyimizə görə kaindən istifadə edirik. Daha başqa bir nümunəyə baxaq. Mein Bruder trinkt keinen Kaffee. Mənim qardaşım kofe içmir. Burada da kofe sözünü inkar etdiyimizə görə kainindən istifadə edirik. Nəyə görə bunların qarşısında autoda kain, zeitdə kaini, kafedə isə kainin olur? Çünki autonun artiklı das, zeit'in artiklı die, kafenin artiklı isə derdir. Bunlar necə olur? Deməli, əgər ismin artiklı dasdırsa, o zaman kaindən, diydirsə kainidən, əgər sadə olaraq der olsa, yenə kain olacaq. Sadəcə, əgər feil özündən sonra akuzativ tələb edirsə, o zaman kaininə çevrilir. O zaman da kainindən istifadə edirik. Bunların nəyə görə kain, kaine, kainen olduğunu qısa şəkildə burada izah edim. Deməli, əvvəlcə artikelləri yazaq. Der, die və das. Deməli, bunlar qeyri-müəyyən olduqları zaman der ein, die eine, das isə aynı olur. Bunların inkarlıqları da belə olur. Kain, kaine və yenə kain. Sadəcə, əgər cümlədə özündən sonra akuzativ tələb edən bir feil varsa, o zaman die və das olduğu kimi qalır. Sadəcə der olur kainen. Sadəcə der dəyişir, kainen. Bunlar olduqları kimi qalır, yəni dəyişmirlər. Sadəcə akuzativə çevrilirlər, sadəcə olduqları kimi qalıb dəyişmirlər. İndi isə nichtə baxaq. Ich bin heute nicht müde. Mən bugün yorğun deyiləm. Burada biz müde, yəni yorğun sözünü inkar etdiyimizə görə burada qarşısında nichtdən istifadə edirik. Digər nümunəmizə baxaq. Der Film war nicht schlecht, aber auch nicht gut. Film pis değildi, amma yaxşı da değildi. Burada biz schlecht və gut, yəni pis və yaxşı sifətlərini inkar etdiyimizə görə qarşısında nichtdən istifadə edirik. Axırıncı nümunəmizə baxaq. Er ist nicht zu Hause. O evdə değildi. Deməli, burada da Hause sözünün qarşısında zu sözünün olduğuna görə burada da nichtdən istifadə edirik. Gəlin indi Beginning kitabından kain, kaine və nichtə aid olan çalışmaya baxaq. Əvvəlcə nümunədən başlayaq. Hier sind keine Bücher. Burada kitablar yoxdur. Burada nəyə görə kaine yazılıb? Çünki Bücher sözü cəmdədir. Əgər təkdə olsaydı, o zaman kaine yazardıq. Yəni, əgər buch olsaydı, qarşısına kaine yazardıq. Cəmdə olduğuna görə kaine yazılıb. Birinci cümlədən başlayaq. Hier kann man lesen. Lesen feil olduğuna görə biz burada nicht yazmalıyıq. Hier kann man nicht lesen. İkinci cümlə. Paul kann, yenə tanzen rəqs etmək deməkdir. Yəni feildir. Ona görə yenə nicht yazmalıyıq. Paul kann nicht tanzen. Paul rəqs edə bilmir. Üçüncü cümlə. Hier ist, deməli burada computer sözünə baxmalıyıq. Computer isim olduğuna görə, isimlər hamısı böyük hərflə yazılır. İsim olduğuna görə biz burada computer sözünün artiklına baxmalıyıq ki, biz burada kain yoxsa kaine yazmalıyıq. Burada computer sözünün artiklı der olduğuna görə biz burada kaine yazırıq. Əgər die olsaydı artikl, o zaman kaine yazardıq. Və yaxud da ki, das olsaydı yenə kaine yazardıq. Der olduğuna görə kaine yazırıq. Ich kann, yenə arbeiten, işləmək deməkdir və feil olduğuna görə yenə biz burada nicht yazmalıyıq. Ich kann nicht arbeiten. Mən işləyə bilmirəm. 5-ci cümlə. Wir rauchen. Burada rauchen-dən sonra nöqtələr qoyulub və ondan sonra heç nə yazılmayıb. Bu zaman biz yenə nichtdən istifadə etməliyik. Çünki kain, kaine sadəcə isimlərin qarşısında istifadə olunur. Burada heç nə olmadığına görə yenə nicht yazırıq. Wir rauchen nicht. Çünki rauchen sözünü inkar edirik. Biz siqaret çəkmirik. 6. Susanne kann gut Ski fahren. Burada yenə gut, yəni sifət olduğuna görə nicht yazmalıyıq. Suzanna yaxşı xizək sürə bilmir. 7. Hier ist, yenə kafe maşina sözü isimdir, böyük hərflə yazılıb. Yenə kafe maşina sözünün artiklına baxmalıyıq. Kafe maşina sözünün artiklı die olduğuna görə burada da kaine yazmalıyıq. 8. Der Kaffee ist warm. Warm isti, ilıq deməkdir. Ona görə yenə burada sifət olduğuna görə nicht yazırıq. Der Kaffee ist nicht warm, er ist kalt. Kofe isti deyil, o soyuqdur.